Project Management Workshop'umuza hoş gelmişsiniz. Hazırda layihələrin idarə olunması və sıfırdan qurulması üçün kiçik bir tədbir keçiririk. Növbəli şəkildə layihələri bölürük, bütün prosesləri təşkil edirik. Hamımız üçün maraqlıdır, həm əyləncəlidir, həm də öyrənirik. So in our little game, we have to change spots every time we have a new task. So that really helped me learn how good it is to keep track of all what you're doing. Çox maraqlı, məhsuldar bir tədbir oldu. Biz bir-birimizdən öyrəndik, komanda şəklində işlər gördük və workshopun sonunda da bir layihəni təqdim elədik. Həqiqətən də çox maraqlı oldu. Belə tədbirlərin davamlı olmasını arzu edirəm və PMO AZ komandasına uğurlar arzu edirəm. Oyun çox maraqlı gedir. Hər birimizin ayrı-ayrı fikirləri var və bu fikirləri toplayaraq böyük bir layihə hazırlayırıq. PMO qrupunun çox peşəkar bir komandası var. Hər birinin bu tədbirin təşkilatçılığında yeri xüsusidir. Biz də Cafecino ailəsi adından sizi bugünkü tədbirlə də bağlı təbrik edirik. Uğurlarınızın davamını diləyirik və sizinlə əməkdaşlarımızın uğurlu davam edəcəyini inanırıq. Çox möhtəşəm bir oyunumuz keçdi. Diqqət elədiyiniz kimi komandalar fərqli təşkilatlardan və fəaliyyət sahəsindən formalaşan komandalar idi. Düşünürəm ki, komandalar kifayət qədər peşəkar yanaşmalar sərgilədilər. Müəyyən boşluqlar var idi. O boşluqları doldurmaq üçün nələrə diqqət etmək lazımdır? Layihə düşüncəsini necə formalaşdırmalıyıq? Bu istiqamətdə kifayət qədər faydalı bir workshopumuz keçmiş olduğunu düşünürük. Hər kəsə uğurlar arzulayırıq. Sağ olun.